Psikiatrik yatış göstərişləri nələrdir? Buna qısa cavab verəcəm. Bir insan niyə psikiatrik xəstəxanaya ya da psikiatrik stasionara yatırılmalıdır? Deyək ki, bunun əslində əsas göstərişi var. Bir insan özünə zərər vermək istəyirsə, yəni intihar eləmək istəyirsə, başqasına zərər vermək istəyirsə, homisidalite dediyimiz bir hal varsa, bir də deyək ki, məsələn, bipolar pozuntusudur, manik epizoddadır, çoxlu borc alır, ətrafı dağıdır, tökür, insanlara zərər verir, maddi olaraq yük altına minir, yatmır, insanları narahat edir ya da işte psikotik atakdadır, psixoz epizodundadır, yenə insanlara narahat edirsə, bu şəkildədir. Amma əlbəttə insight dediyimiz, yəni özünü tənqid yoxdursa, xəstəliyini qəbul eləmirsə və əlbəttə yazılan dərmanları içmirsə də burada göstərişdir ki, yatırılsın, yatırılaraq müalicə aparılsın. Burada da əlbəttə ən önəmli faktor deməli pasiyentin yaxınları və onların yaxınlarının verdiyi dəstəkdir ki, yaxınları dəstək verdiyi zaman, yəni və problemin fərqində olduqları zaman psikiatrik yatış daha asan olur və daha cəld olur.